Azərinşaat MMC-nin 40-a yaxın keçmiş əməkdaşı dekabrın 5-də aksiya keçiriblər. Köhnədən qalan maaşlarını ala bilmirlər deyə. Narazılar şirkətin binası önünə toplaşıblar. Deyirlər ki, şirkətin 200-ə yaxın keçmiş işçisinə borcu var. Əksəriyyəti bu ilin əvvəlində işdən çıxarılıb. Son bir neçə ayın maaşını ala bilməyiblər. Biz bir ildən artıq işdən çıxmışıq və biz maaşımızı, əmək haqqımızı, son haqq hesabımızı ala bilmirik. Bununla bağlı dəfələrlə biz gələrək, rəhbərliklə görüşsək də, onlar hər dəfə bizə bəhanələr demək olar ki, deyirlər. Konkret olaraq 7448 AZM mənim Azərinşaatdan alacağım var. Qanunvericilik pozuntusu varsa, yəni Sosial Müdafiə Nazirliyi işçilərin hüquqlarını qoruyursa, necə ola bilər ki, yəni buna müdaxilə edə bilmir? İkinci növbədə yəni bildirirlər ki, vəsait bizim şirkətin hesabına köçübdür. Şirkətin hesabında yəni vəsait var. Azərinşaatdan Azadlıq Radiosuna açıqlama vermək istəmədilər. Amma narazıların dediyinə görə onlara deyilib ki, maaşları ilə bağlı sənədlər Maliyyə Nazirliyindədir və göstəriş də oradan gəlməlidir. Amma pullarını ala bilməyənlər Maliyyə Nazirliyində də olublar. Dediklərinə görə nazirlikdən bu işin onlara aidiyyatı olmadığı bildirilib. Onlara işin araşdırılacağı vəd verilib. Öz haqlarına həsəd qalanlar isə çıxış yolunu başqa qurumlara üst tutmaqda görüblər. Növbəti toplaşacaqları yer Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısıdır.